bir nəfər dünyadan gedib, məclis tutulur ona, indi 3, 7, 40 Ramazan ayına təsadüf edib və orada ehsan süfrələri açılır gündüz. Əzizlər, mən bir şey deyim ki, ehsan süfrəsinin mənası meyyit üçün budur ki, siz bir xeyir iş görürsünüz, savabını onun ruhuna göndərirsiniz. Amma Ramazan ayında o ehsan süfrəsi xeyri olmur və sizin üçün də böyük əzabdır. Bəzən deyirlər ki, biz oruç tutmayanlar üçün süfrə açırıq. Əvvəla oruç tutmayanın vəzifəsi budur ki, ictimai yerdə özünü oruç tutanlar kimi aparsın. Hətta müsafir. Mümkündür, indi kənardan qonağınız gəlib, onu edə bilərsiniz evin bir otağına salıb, orada onu, necə deyərlər, qarşılayasınız. Amma bu iş haramdır, haram və heç bir müsəlman özünə qıymamalıdır ki, bu harama mürtəkib olsun Ramazan ayında, Allahın Ramazanın ehtiramını sındırsın